Madina, Madina, Madina yoldaş, ты горяночка моя. Madina yoldaş, vay vay Madina, Madina yoldaş, ты красавица моя. Madina yoldaş. Assalamualaikum, bizim değerli Yans Online, Instagram ve YouTube izləyiciləri, hər birinizi buradan salamlayıram. Yine söz verdiğimiz kimi sözümüzə sadiq olaraq növbəti dərslik çıxışımızla, dərslik videomuzla qarşınızdayıq. İnşallah ki, bundan əvvəlki, bundan sonraki dərslərimizdə nəsə bir xeyrimiz dəymiş olarsa, inşallah nəsə bir necə deyim, effekt, nəticə əldə edilmiş olarsa inşallah. Cüzi də varsa, bizimsə bir xeyrimiz dəyilsə, bu karantin günündə, yəni evdə boş oturmayan, həm necə deyim, sizə verilmiş, yəni dövlət tərəfindən verilmişdir bu vaxtı, yəni evdə oturma vaxtına. Biz də sizə çalışırıq ki, dərs yox ki, səmərəli formada istifadə edəsiniz, səmərə qədər istifadə edəsiniz. İnşallah ki, bir xeyrimiz toxunmuş hər birimizdə. Yəni, fərq gəldir, xanım, bəy, balaca, yaşlı, qoca, yəni bizim üçün fərqiyyət yox. Əsasdır ki, bizim yəni ki, kiməsə bir, öz vətəndaşımız olsun, xarici vətəndaş olsun, İngiliz olsun, Rus olsun, Gürcü olsun, hər hansı birimizə xeyrimiz dəysin inşallah. Başlayaq bugünkü dərsimizin birinci hərəkətindən. Başlıqdakı videolarda gördüyünüz kimi, yenə də iki formada ibarət olacaq. Çox sadə bir formadır. Çox sadəcə Madina rəqsində, yəni Madina rəqsində gördüyümüz, musiqisində rəqsdə gördüyümüz formalardır. İlk olaraq yenə həmişəki qaydalara dayanaraq ayaqlardan başlayırıq. Ayaqları göstərim. Burada bir şey nəzər tutun ki, sağ tərəfə gedəndə sağ ayaq qabaqda olacaq, sol tərəfə gedəndə sol ayaq qabaqda olacaq. Sağ tərəfə gedəndə sağ ayaq qarşıya qoyulur. Baxın, orada göstərim. Sağ ayaq qarşıya qoyulur, sərbəst formada. Arxadakı ayaq azca pəncə üstünə qalır. Birazca pəncə üstünə qalır. Yəni, durmuş yerimizdə addım atıldı bir addım, arxadakı azca pəncə üstünə qalır. İndi, əsas qarşı tərəfdən görüşüdür. Yəni, qarşı profilin görüş lazımdır. Addım atıldı 1. 2. Arxa ayaq verildiğini qalxdır. Pəncə üzərində qalxdır. Getir. Addım getir. 1. 2. Bu ayağımızı, onun nəzərsatını qeyd edir. Bu ayaq, misal üçün, düz qoyulubdur. Bu, onun əksi istiqamətidir. Baxın, bu diz qapalı, o ayaq istiqaməti düzdürsə, bu da onun əksi, bu da onun əksi istiqaməti. Sol ayağımıza qoyuruq, üzünü, amma arxada, bu ayağımızın arxasında qoyuruq, bu formada. Yəni, sol ayağımızı qoyuruq, üzü sol tərəfə. Yəni, pəncəmizi əzərək, pəncə istiqaməti, pəncələri qoyuruq, üzü sol tərəfə qoyuruq, ayağımız. İndi, getdik. Birinci şərt, sağ ayaq gedir. Hansı ayaq gedirsə, qarşıda hansı ayaqda birinci o gedir. 1, 2, 3, 4. 1, 2, 3, 4. Ayaq dəyişirdikdə gəldi arxaya, sağ ayaq. Sol ayaq gəldi qarşıya və sağ ayaq üstün gedir. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Yan tərəfdən göstərəcəm. Sağ ayaq qoyulur qabağa. Sol ayaq qoyulur üzərindən. Əks istiqamətindən, sağın əks istiqamətində durur, düzür. 1, 2, 3, 4. Ayaq yeri dəyişsə, arxaya gəldi, sol ayaq gəldi qarşıya, sağ ayaq. Sol ayaq əks istiqamətdə qalxdı ilə. Sol durduq, necə ki, sol durmuşdur sağın əksinə, sağ durur, solun əksinə, yəni eyni qaydada. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bu belə. İki formamız olacaq. İki formada, bu da eynilikdir. İki formada əzlərdir. Ayaqlar eyni olacaq. Əllərin gedişatı da eyni olacaq. Sadəcə bir əllə və iki əllə. Yəni burada bir sadəcə sağ əllə gələcəyik, sağ tərəfə.
və sol tərəfə sadəcə sol əllə gedəcək. Amma ki, digər formada sol tərəfdə sağla soluna gedəcək, sol tərəfdə sağla soluna gedəcək, sağ tərəfdə sağla soluna gedəcək. Yəni burada əlcəklər burada azı cüzi bir fərqlilik var, onu da ki, inşallah indi göstərəcəm. Birinci, addım atılır. Əllərlə dəstəyəcək. Bax, addım gəldi. Bir, bu əl qalır burada, beldə. Yəni, beldə bu formada tutulur. Bir, əl açıldı. Əldə ətiniz açılır. Bu formada açılır. Bax, bu formada, düz bir formada. Tutulur, azada bükülür. Əl açıldı. Bir, iki, baxın. Bir mən açıldı, pəncə qalxında iki yumulur. Bu jest start verilir, hərəkətin geniş atına. Bir, sağ ayaqdan gəldi. Bir, əl açılanda, əl açılını tutuldu. Əl açılanda sağ adım atılır. Bir, sol adım. İki, yumuldu sol. Açıldı sağ, yumuldu sol. Açıldı sağ, örtdü sol. Bir, iki, üç, dörd. Digər formaya keçərlər, digər formasına. Gəldi əşk yerinə. Bu əl açıldı, sol əl. Sağ ayaq gəldi yana. Fikir versə rəhb edim kimi, sağa sağ, sola sol. Qalxdı ayaq. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. İndi isə növbəti forma. İki ayaq, əl. Niyə bu formaya stop verib, digər formaya yenidən başlayın, izahında başlayın. Çünki dediyim kimi, eyniliklər çox. Sadəcə bir dənə fərqli nədir? Tək əllə edirsən və cüt əllə. Birində tək sağ əllə edirsən, birində həm sağ həm sol əllə edirsən. 1, 2, 3, 4. Bu ayaqlar yenidən gəldi arxaya. İndi isə iki əllə gedəndə, iki əllə, yəni ki, bu formanı iki əllə məşq edəndə. Əllər gəldi arxaya. Göstərin, bu formanı. Sağ adım altında açıldı. Bu bir. İki. Bu əl bunları deyil. Sağ əl bəyəkçi formada açılır. Sağ tərəfində sağ əl yeni formada açılır. Sol tərəfində sol əl yeni formada açılır. Çünki bunun göstərdiyi istiqamətdir. Yəni deyirəm, sağ tərəfə gələndə sağ əl nə ilə oynayır? Getdiyi istiqaməti göstərir. Sol tərəfdə sol əl oynayır. Bu isə əlavə yəni sol əlini sağ tərəfdə əlavə kimi götürür. Sol əlimiz biraz bükülür formada. Baxın bu formada. Biraz bükülür. Biraz aşağı istiqamətdə bükülür formada götürür. Oldu belə. 1, ikisi asılı burada, qarşıya. 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Əllər gəldi belə. Ayaqlar yerini dəyişir, sağ istiqamətlər dəyişir, indi sol tərəfə gedəcək. 1, gəldi. 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Fikir verirsə, əzəl. Burada sola, tam açıldı dedim istiqamət üstənə. Sonra sola, sağ tərəfə kimi bükürdü. Yenə də qeyd edirəm. Əyaqlar, əllərdir. Hamısı bu rəqsdə bir-birini tamamlanmalıdır. Niyə? Çünki biz öz rəqsimizdə profesionallıq deyilən bir şeyi, o incəlik qoruyursa, o incəliyi saxlamaq üçün, yəni ki, sağ əl gəldi bu formada, sol əl bu formada gəlir, fikirdir, sanki qılıq kimi. Orada nə profesionallıq söz gedə bilməz, nə heç bir incəlikdən söz gedə bilməz. Rəqs söhbəsindən və yaxud da ki, rəqs incəliyindən, musiqi ilə, rəqsin tutuşmasından heç bir şeylə söz edə bilməz. Əgər profesionallıqdır, tam profesionallıqda heç kim, yəni bütün musiqilər üzərində bacarmaq deyə bir şey yox. Yəni ki, hər kəsin bir zəif bir yer olur, hər musiqidə. Profesionallıqdır, incəliklərdir, rəqsdə, sağ sol vardır, əllərin tutuşdur, əllər ayaqlarını tamamlamalıdır. Bunlar hamısı incə şərtlərdir. Niyə görə? Çünki rəqsdə çıxırsa, başdan yeddi bir rəqsə isə, biz, yəni bu rəqsdə hər hansı bir incəliyi ötürürsə, hər hansı bir əsas bir şey isə demirsə, biz bu rəqsə qoymuyoruz. Yəni sizlərlə heç birini bu qədər
özünüzü yormayaq, nə deyirsə, danışmayaq belə ki, bu falan şeydir, bu peşman şeydir, əyağı qoydun, əli götürdün, əllər bir formada, sağ əyağı formada, sol əyağı formada tutuyorsunuzlar. Yəni, bunların hiçbir deməyə ehtiyac yoxdur. Əgər incəliklə götürülmüşsə bu işi, yəni, hər hansı bir işe yanaşırsa, gələk o sıfırından başlayaq, sıfırdan. Sıfır olduğunu bilək. 1'e adım atanda 11 olduğunu, yəni ki, 2'də daha çətinəcək, 3'də daha çətinəcək, 4'də mürəkkəb, 5 daha çətin, 6 çünki siz 1'e qalacaq. 0 aşağıdır, dayanmamız müəyyən bir istiqamətdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 daha ardı gəlir. 100'ə kimi sayılmıyor, ardı gəlir ondan sonra. Yəni, o müəyyən mərhələyə gəlib çıxandan sonra ki, ta ki, rahatlaşıb, bu gün mən profesional rəqs edirəm. Artıq mən özümü rəqs sahəsində tanıda bilərəm. Yəni, çıxanda hər hansı bir səhnəndə toy olsun, nişan olsun, ancun olsun və yaxud da hər hansı bir səhnə tədbir olsun. Çıxırıqsa, yəni hər hansı bir rəqs çıxırıqsa, rəqs üzərində. Ya rəqsi yaşatmağa çıxarıq, 2 dənə seçim vardır. Ya yaşatmaq üçün çıxarıq, ya öldürmək üçün. Yəni, bu sənəti ya sırf deyirsən ki, deyirsən ki, özünün özünün və yaxud da ki, qrupuna çıxırsa, biz bu sənəti burada yaşadacağıq. Mükəmməl formada necə lazımdır? 4 forma edəcək, 4'ü mükəmməli bu rəqsində yaşadacaq. Ya da birimizə deyirik ki, bacarmayacaq. Deyirik ki, deməsək də göstərir ki, biz bu rəqsində öldürəcək. Yəni, elə verir ki, hər hansı bir sənət göstərir. Bu sənət, yəni, ilk bir sənət o sənətini çatdırılır. Yəni, hər kəsin bir həvəsi var. Həvəsi olanda məncə gəlib müraciət edə bilmir. Eləsi var, çəkilir, eləsi var, uzaqdadır. Kesin səfər qardaşım bir yazı Salyan rayonundan deyir, gəlib dərs keçirsiniz mən. Yəni, Salyan rayonuna gəlib dərs keçmirik, yazır. Yəni, Salyan rayonuna gəlmiş kimi bir şey. Yəni, burada əcəmdə cəmaat evin içindən bizə gəlir. Biz buradan evimizin içinə gəlir rayonlara. Yəni, burada sizin üçün daha dəyərli yaşayır, sizin üçün daha da necə deyim. Yəni, işləriniz üçün daha da uyğundur. Yəni, oturmuşsunuz kompüterdir, siz sahibiniz yanınızda, nə sizdə durma işgal edin, yoxdur nə bir şey. Boş vaxt tapdınız, açsız kompüteri, danfondan sayısın. Allah evin qardaşımızdan da razı olsun ki, sizə belə bir şərait yaradırdı. Həm bizim rəqs çıxışlarımız, həm dərsliklərimiz sizə yayınlanır, sizə reklamlıq təqdim olunur. Həm də ki, sizin nəsə bir şey əldə, heç bir YouTube kanalında belə bir şey yoxdur ki, oturulsun, çəkilsin, özü tanıtılmaqda biz o boyda əziyyət çəkib, yəni ki, əzizsiniz nədir çəkdiyiniz deməyəni dediyim deyil. Yəni ki, əziyyət çəkib gəlir bura, dərs çək falan filan, 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə, tez buza çıxış get, yəni 3 saatlıq vaxt götürür, 2 saatlıq vaxt götürür, təzdən qanət çıx get, vaxtını bir sərəkdə. Yəni, bunlar hansı şəkdir? Buna görə yəni başda Elnur qardaşım olmaqla, Elnur qardaşım öz minnətdarlığımı bildirirəm ki, birinci ömrdə bizə, üçüncü ömrdə yəni xalqımıza elə bir şey yəni təklif verirsən, belə bir şərait yaratsın, açıq. Yəni Elnur qardaş sizə açıq desəm, pulsuz rəqs dəstələri keçir. Yəni pulsuz rəqs dəstələri verir. Yəni sizə görə mən dedim ki, pulsuz rəqs dəstələri, hər kəsin keçdiyi ödənişli rəqs dəstələri, Elnur qardaş sizə pulsuz yəni, deyir ki, qardaş gəlin, açın məndən səhətimi girin. Yəni izləyirsən də, bu baxırsan Norfqanı, əziz seçirsən, izləyirsən, orada biz hamısını incəliyəni göstərir. Nicat qardaşımla millini incəliyəni göstərir. Mən də abarəqsən bildiyimiz, çalışdığımız qədərindən artığını da sizə incəliyəni göstərməyə çalışırıq ki, nəsə bir şeyə nail ola biləsiniz inşallah. Nəysə, çox danışdığım üzrü sayın başınızı ağlatmaq istəməzdim. Belə, inşallah ki, dediklərimdən və keçdiyim, göstərdiyim bir şeylərdən bir yerdən nəsə bir nəticə əldə edək. Bizdə hər dərsin altına qulağladığım kimi WhatsApp vasitəsilə əlaqə saxlamaq istəyənlər, WhatsApp nömrəmiz aşağıda qeyd olunubdur. Səhifənin aşağısında orada biografiyada bir işarəçi bir işarə var. Ona toxunub aşağıdan bizim səhifəmizdən əlaqə saxlaya bilərsiniz. Deyək ki, WhatsApp ilə əlaqə saxlamasında WhatsApp nömrəsindən əlaqə saxlaya bilərlər. Karantin bitdi. İnşallah ona deyim ki, ayın 28-dən institutdakı vəzirləndəki zallarımız tam fəaliyyətdədir. Əvvəl necə? Karantin əvvəl. İndi də elə. İnşallah yazılmaq istəyənlər Neftçədəki zalda, yəni inşallah Əzəmdəki zalımızda, biz arkadaşımız məmur edin. Neftçədəki zalımızda 4 yaşından yuxarı, yəni xanımlarda bəylər 4 yaşdan ta 50 yaşa qədər. Hər kəs gəlib qatıla bilər. Vaz, Çerkez, Rəygəli, Kabardinka, Avar, Milli, ondan sonra Şafo, rəqslərinə qoşulmaq istəyənlər bizdən gəlsin müraciət. Rəsmdən Instagram nömrəmiz var. WhatsApp nömrəmiz var və yaxud da ki, filialımızın üstünə yaxınlaşıb, oradan daha ətraflı məlumat ola bilərlər, dərslərimizlə tanış ola bilərlər. Belə deyək, dərslər qoşulmaq istəyənlər həm onlayn, həm də ki, real şəkildə gəlib, bizlərə məlumat götürüb, dərsi götürə bilərlər. Özüdən mübarək olun, görüşəndir.